Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə biologiyada orqanizmlərin hüceyrəvi quruluşu haqqında danışacağam. Bu 6-cı sinifin 2-ci fəslini əhatə edir. Biz sizinlə keçən dərs 6-cı sinifdə 1-ci fəsildən danışmışdıq ki, hansı ki başlıq hissə idi ki, biz biologiyanın canlılar haqqında bir elm olduğundan danışırdıq. İndi keçək mövzumuza. Burada uşaqlar mikroskopun şəklini qeyd eləmişəm. Deməli, biz sizinlə mikroskop haqqında danışacağıq. İlk öncə gəlin belə düşünək. Mikroskop kim tərəfindən və necə ixtira olunmuşdur? Uşaqlar, mikroskop təsadüfən kəşf edilmişdi. Yəni ixtira olunmuşdu daha doğrusu. Bəs kim tərəfindən? Eynək ustası Zaxari Yansenin, baxın, eynək ustası Zaxari Yansenin övladları tərəfindən 1590-cı ildə kəşf olunmuşdu. Bəs bu necə təsadüfən olmuşdu? Bu Zaxari Yansenin oğulları bir dənə qısa belə mis boru içərisinə şüşə qoyurlar və hər hansı bir əşyaya baxdıqda görürlər ki, bu baxdıqları əşya normalda həmin o borusuz baxdıqda normal ölçüsündə, öz ölçüsündədir. Amma həmin şüşə qoyulmuş mis borunun içərisində baxdıqda isə daha böyük ölçüdə görürlər. Deməli, əşyanın öz ölçüsündən daha da böyükdür, böyük göstərir. Beləliklə, həmin mikroskop belə kəşf olunmuşdu. İndi gəlin danışaq, bəs böyücü cihazlar neçə cürdür? Böyücü cihazlar uşaqlar 2 cür olur. Bir lupa, bir də mikroskop. Mikroskopun özü də sizin kitabınızda 2 forması verilir. İşıq mikroskopu, elektron mikroskopu. İlk öncə elə bunlara gəlmədən əvvəl bir dənə qısa bir qeyd verim sizə. Bütün gördüyümüz canlılar hüceyrəvi həyat quruluşundadır. İstisna. Viruslar hüceyrəsi həyat quruluşundadır. Baxın, burada da qeyd eləmişik. Yer üzərində yaşayan bütün canlılar hüceyrədən təşkil olunub, viruslar isə istisnadır. Keçən dərs demişdik, hüceyrələr nədir? Ən kiçik. Çox kiçik ölçüyə malikdir. Belə deyək də, bu həmin burdakı cümlə canlı orqanizm quruluşunu daha dərindən öyrənməsi yalnız böyücü cihazların kəşfindən sonra mümkün olmuşdur. Bu elə də əsas belə cümlə deyil, amma yenə də bilsəniz yaxşı olar. İndi gəlin danışaq, bəs lupa necə olur? Mikroskop necə olur? Uşaqlar, lupa sadə quruluşçulu böyücü cihazdır. Normalda əl lupası dəstəyə malik çərçivədən və hər iki tərəfi qabarıq böyücü şüşədən ibarətdir. Deməli, nədən ibarətdir? Həm dəstəyə malikdir, həm çərçivəsi var, həm də hər iki tərəfi qabarıq böyüdücü şüşədən ibarətdir. Əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir. Bəs mikroskoplar? Mikroskop dediyi 2 cür olur. İşıq mikroskopu, elektron mikroskop. İşıq mikroskop uşaqlar əşyanı 3600 dəfəyə qədər böyüdür. Elektron mikroskop isə 10 və ya 100 minlərlə böyüdür. Deməli, buradan nə öyrəndik? Sizə məsəl üçün belə bir sual verilsə ki, əşyanın böyütmə dərəcəsinə görə belə deyək, azdan çoxa doğru düzün. Birinci qeyd edəcəksiniz əl lupası, sonra işıq mikroskopu, sonra elektron mikroskopu. Ən böyüdən elektron mikroskopudur. Belə deyək, çox kiçik olan hüceyrələrdə həmin elektron mikroskop altında görmək müşahidə olunur, yəni müşahidə etmək olunur. İndi gəlin burada mikroskopda rəqəmlər göstərir. Bəs bu rəqəmlərin adları nədir? Yəni rəqəmlə işarə olunan hissələrin adları nələrdir? Uşaqlar, gəlin birinci belə deyim mən sizə yadda saxlamaq üçün. Burada əsasən mən insan üzərində nümunə apararaq deyirəm. Baxın, birinci ortada verilən hissə, 2 ilə göstərilən hissə tubusdur. Tubusu digər adı baxış borusudur. Uşaqlar, tubusu boğazımız kimi düşünün. İnsan boğazı. Baxın, hər hansı bir xəstəlikdən boğazımız ağrında necə baxırlar? Ağzımızı açaraq, belə deyək də, boğaz nahiyəsinə doğru baxırlar, düzdür? Deməli, bir baxış borusudur. İçəriyi görən digər orqanlarımızı göstərmir. Sadəcə ilk yuxarıdan başlanır axı. Yəni, ağız açılır, belə deyək də, boğazın içərisini görürsünüz. Ona görə orası bir baxış, görmə borusu, baxış borusu kimi göstərilir. Tubusun digər adı baxış borusu. Demək, ortada ilk birinci yerləşən baxış borusu. Yaxşı, boğazımızın üstündə nə var? Gözümüz var. Düzdür, göz harda yerləşir? Boğazın üstündə. Deməli, cismimiz, bədən cismi harda yerləşir? Boğazın altında. Belə yadda saxlayın. Deməli, indi bəs gözü biz nə deyirik? Cismə nə deyirik? Uşaqlar, okulyar.
Latınca oculus göz deməkdir. Tubusun mənası baxış borcusu idi. Boğaz kimi belə deyək, yadda saxladıq. Oculyar da latınca mənası oculus göz deməkdir. Deməli, oculyar hansı rəqəmlə göstərilib? 2 tubus idisə, yəni boğazımız idisə, gözümüz boğazımızdan yuxarıda yerləşirdisə, onda birinci rəqəmlə göstərilən okulyar olmaz? Olar. Deməli, birinci rəqəmlə göstərilən okulyardır. Göz baxış borusundan yuxarıda yerləşir. Bəs belə deyək, tubusun indi gəlin xüsusiyyətlərini keçmədən əvvəl cisim nəyə deyirdim? Uşaqlar, okulyarla obyektivi qarışdırmayın. Okulyar dedik gözdür, baxış borusunun üstündə yerləşir. Cisim isə dedik nədir? Boğazdan aşağıda, yəni baxış borusundan aşağıda yerləşir. Onda deməli biz bildik ki, cismin digər adı nədir? Obyektum. Obyektum latın dilincə cisim deməkdir. Latın dilində obyektum cisim. Latın dilində oculius gözdür. Okulyar tubusun yuxarısında, obyektum cisim isə tubusun aşağısında yerləşdi. Aydın oldu bu. İndi yaxşı. Tubus, bunlar yəni ümumiyyətlə nə funksiya yerinə yetirirlər? Uşaqlar, tubus həmin 2 ilə göstərilən mikroskopun ştativinə bərk edilir. O 3 ilə göstərilən vint var ha. Baxın, ona vint deyirik. Vintlərin köməyi ilə də həmin bu tubusu həm cismə yaxınlaşdıra bilərik, həm də uzaqlaşdıra bilərik. Elə bilin o vinti çevirdikcə biz həmin cismə, tubusu həmin cismə ya yaxınlaşdıracaq, ya uzaqlaşdıracaq. Bu qədər. Ştativ də belə düşünün ki, ştativ mikroskopun gövdəsidir. Yəni nə qədər bütün hissələr gövdə nədir? Baxın, bir ağacın gövdəsini düşünün. Bu ağacın gövdəsinə həm onun yarpağı birləşir, həm kökü birləşir, qabığı birləşir. Yəni nədir bu? Gövdəyə bütün hər şey birləşir, düzdür? Biz özümüz də bir dayaq kimi düşünürük ki, bədənimizdə, məsələn, tam ki, qarın hissəmizə gövdəmiz kimi düşünün, bütün hər şey birləşir. Düzdür? Yəni gövdəyə bütün hər şey birləşir. Digər hissələr, həmçinin mikroskopda da elədir. Ştativ gövdə adlanır, mikroskopun gövdəsidir, yəni bir sözlə. Burada bütün hissələr birləşdirilir. İndi okulyar. Okulyar dedik ki, bəli, göz adlandırılırdı latın dilində, tubusun yuxarısında yerləşir. Bəs bu nə qarır? Uşaqlar, adından da məlumdur, göz. Yəni nə qarır? Cismə baxmaq üçündür. Bəs nədən ibarətdir uşaqlar? Okulyar çərçivədən və 2 böyüdücü şüşədən. Baxın, çərçivə və 2 böyüdücü şüşədən ibarətdir. Bəs obyektum, yəni cisim nədən ibarətdir? Bu da bir çərçivəsi var. Amma burada 2 dənə böyüdücü yox, bir neçə böyüdücü şüşəsi var. Deməli, okulyarla obyektivin fərqlərini belə qənaətə gəldik. Okulyar latınca oculus deməkdir. Tubusun yuxarısında yerləşir. Çərçivədən və 2 dənə böyüdücü şüşədən ibarətdir. Obyektum latın dilində cisim deməkdir. Tubusun aşağısında yerləşir. Çərçivədən və bir neçə böyüdücü şüşədən ibarətdir. Fərqlərim aydın oldu deyə ümid edirəm. İndi keçək yaxşı. Bəs digərlərinə. Əşya kürsüsü. Baxın, əşya kürsüsü orada 6 ilə verilir sizə. Əşya kürsüsü də ştativə birləşdirilir. Baxın, görürsünüz 4 ştativdir, əşya kürsüsü də ora birləşdirilir. Onun mərkəzi hissəsinə isə işığın keçməsi üçün bir dənə dəlik yaradılır. Bilməm, mikroskopla işləyəniniz varsa, məktəblərdə göstərilir əsasən. Orada cismi qoyurlar, belə deyək, ağ olan hissə var, onun altından cismi qoyurlar, hansı ki, orada aşağısında da bir dəlik olur. Bu dəlikdir ki, bu hansı ki, belə deyək, qaranlıq otaqda olmur. Yəni günəş işığı altında. Çünki ora günəş işığı düşməlidir ki, biz onu aydın görə bilək. Hətta bu preparativlə işləmə qaydası da verilib sizin kitabınızda. Oranı oxusanız, yəni diqqət eləsəniz lap yaxşı olar. İndi yaxşı bildik ki, burada bir dəlik var idi, hansı ki, işıq oradan keçə bilirdi. Bəs aşağıdakı güzgü nə yerinə yetirir? Güzgü isə həmin bəs orada əşya kürsüsündən demişdik, işıq keçir axı, işıq keçməsi üçün bir dəlik var idi. Həmin bu işıq preparata, yəni əşyanın nazik kəsinə yönəltmək üçündür. Yəni güzgü həmin işıq düşmür, həmin güzgü işığı elə istiqamətə yönləndirir ki, hansı ki əşyanın üzərinə düşsün. Yəni nazik en kəsiyinin üzərinə düşsün. Oranın üstünə qoymuruq. Məsələn, bir soğan dəriciyinə baxmaq istəyirik. Hansı ki, ora baxmaq üçün işıq lazımdır. İşıq belə deyək də lazımdır. Okay, bunu bildik. Bəs o işıq dəliklə keçdi. Bəs
Bəlkə işıq həmin cismin düz üstünə düşməyəcək, mən onu necə yönləndirəcəm? Həmin güzgü ilə əks elətdirərək biz hansı ki işığı əşyanın üzərinə yönləndirə bilərik. Mikroskop haqqında bu qədər. Başqa bir dənə uşaqlar, bir də belə bir şey deyim. Sizə imtahanda test kimi düşə bilər ki, mikroskopun böyütmə dərəcəsini tapın. Və rəqəmlər veriləcək. 2 dənə rəqəm veriləcək sizə. Biri obyektivin rəqəmi olacaq, biri belə deyim, okulyarın. Okulyarla obyektivdə rəqəmlər veriləcək. Asandır qaydası. Sizə böyütmə dərəcəsi deyəndə okulyarla obyektivi bir-birinə vurursunuz. Tutalım ki, kitabınızda da bir nümunə verilmişdi, hansı ki, obyektivin üzərində 8x qeyd olunub. Baxın, belə bir misal deyəlim. Kim cavabını bilirsə, yorumlarda qeyd eləsin. Obyektin üzərində 8x, okulyarın üzərində isə 10x yazılıb. Sizdən mikroskopun böyütmə dərəcəsini istəyir. Cavabın zəhmət olmasa, şərhlərdə qeyd edərsiniz. İndi, keçək digər mövzumuza. Hüceyrənin ümumi quruluşundan danışaq. Uşaqlar, biz bildik ki, mikroskopu tapan Zaxari Yansenin övladları olmuşdu 1590-cı ildə. İndi, yaxşı. Bəs demişdim ki, 6-cı sinifdə olan bütün alimlər çalışın adlarını yaxşı əzbərləyəsiniz. Çünki digər siniflərdən keçdikcə artıq sizin əzbərləməniz biraz çətinlik çəkəcəksiniz. Çünki çox alim olacaq. İndi, keçək bəs digər alimə, hansı ki Robert Hooke. Bəlkə də çoxunuz Robert Hooke'un adını eşitmisiniz. Uşaqlar, Robert Hooke kimdir? Biologiya, belə deyək də, nə kimi kəşflər gətirib? Uşaqlar, 1665-ci ildə Robert Hooke mikroskopla ağacın mantar kəsiyinə baxır. O ağacın mantar kəsiyinə baxaraq onu arı şanına bənzədir. Arı şanını bilməm, görmüsünüz yoxsa yox? Arı şanına bənzədir. Hansı ki, o çoxlu kiçik hüceyrələrdir, bir-biri ilə birləşərək arı şanına oxşadır. Ona görə arı şanı adlandırılır. Və ilk dəfə bu mantar kəsiyinə baxdığı, arı şanına oxşatdığını hüceyrə adlandırır və elmə hüceyrə terminini gətizdirir. Amma uşaqlar, bir problem var idi. Robert Hooke'un baxdığı canlı hüceyrə deyildi. Onu ilk dəfə, baxın, hüceyrə termini elmə gətirən Robert Hooke'dur. Çünki hüceyrənin nə olduğunu, hüceyrə termini nədir? Hüceyrənin nə olduğu, düzdür, hüceyrə termini elmə gətirdi. Amma həqiqətən o hüceyrəyə baxmışdımı? Xeyr. O ölü hüceyrə, yəni cansız hüceyrəyə baxmışdı. Amma bəs ilk canlı hüceyrələrə baxan kim oldu? Antoni van Leeuwenhoek. Özünün təkmilləşdirdiyi mikroskopla ilk dəfə bir hüceyrəli canlılar baxdı. Demək, bir hüceyrəli canlılar kəşf edən Antoni van Leeuwenhoek oldu. Hüceyrə termini elmə gətirən Robert Hooke oldu. Demək, sizə yəni test kimi verilsə, hansı alim nəyi kəşf elədi? Bildik, Robert Hooke hüceyrə termini, dırnaq arası yəni hüceyrə termini. Amma Antoni van Leeuwenhoek isə həqiqətən ilk dəfə bir hüceyrəlilərə baxmışdı. Hətta onu animalculiuslar, bilməm, kitabınızda bu verilmişdi ya yox, hansısa sinifdə verilməli idi. Animalculiuslar, kiçik heyvancıqlar adlandırırdı. İndi keçək yaxşı. Hüceyrəvi quruluş. Dedik ki, viruslar hüceyrə hissiyat formasıdır. Bəs hüceyrəvi quruluşlar da var. Onların gəlin tərkib hissələrini öyrənək. Uşaqlar, ümumiyyətlə, əksər orqanizmlərin hüceyrəsi, baxın, bu 3 hissədən ibarətdir. Qılaf, sitoplazma, nüvə. İndi bir qılaf nədir, sitoplazma nədir, nüvə nədir, ondan danışacaq. Danışmazdan əvvəl gəlin bir qısa belə deyək də, gözümüzdə canlandıraq ki, nədir? Qılaf, belə düşünün, hər şeyi əhatə edir, qoruyur. Yəni, xarici bir divar örtük kimi düşünün qılafı. Sitoplazma içərisində bir mayedir, elə bilin ki, onun yumuşaq saxlanmasına kömək edir. Elə ki, belə düşünən uşaqlar, yaxşı. Qılaf bizim bədənimizin dərisi, ətrafı örtür, düzdür, qoruyur. Sitoplazma içərimizdəki bir maye. Nüvə isə belə düşünərək, mən sizə nüvənin nə kimi nümunə verim bilmədim indi. Amma belə cinsiyyət orqanlarımız yumurta hüceyrə kimi, yəni hər hansı bir şey tərkibindəki kiçik bir hissəcik kimi düşünə bilərsiniz.
Yəni bu uşaqlar, bu o demək deyil ki, qılaf bədənimizin dərisidir, nə bilim stoplazma mayemizdir daxilimizdəki. Xeyr, sadəcə mən bunu belə deyək də, bir yadda saxlama metodu kimi sizə deyirəm. Yəni nümunə çəkdiyim şeylər insanlarla oxşar tutduğum şeylər həqiqətən belə deyil. Olsa mən sizə onu vurğulayacağam. Sadəcə gözümüzdə canlandırmaq üçün nə kimi funksiya olduğunu azdan çoxdan bilək deyə. İndi gəlin keçək əsas hissəyə. Qılaf deməli dedik ki, hüceyrəni xaricdən örtür, ətraf mühitin təsirlərindən qorudur. Baxın, bitki ilə göbələyin hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirir. Demək, bitki ilə nəyin dedim? Göbələyin. Hüceyrəsinin qılafı xarici hüceyrə divarını əmələ gətirir. Qılafın daxili hissəsi isə plazmatik membranı əmələ gətirir. Deməli, qılafın xarici hissəsi hüceyrə divarıdır, qılafın daxili hissəsi plazmatik membrandır. Aydın oldu, xaric hüceyrə divarı. Belə düşün də, bir ev düşünün. Birinci dərsdə izah etdiyim nümunə kimi bir ev düşünün. Evin çölündə belə düşünək. Bir çəpər var, düzdür? Həyətimizi örtən bir çəpər. O bizim ev qılafdır. Baxın, ev qılafdır. O çəpər hüceyrə divarıdır. İçərisində yaşanan mühit isə plazmatik membrandır. Deməli, evin xarici hüceyrə divarıdır. Divar çəpəri yadda saxlayın. Daxili hissəsi isə plazmatik membrandır. Qılafdan bu qədər. İndi, bəs sitoplazma nədir? Dedik ki, hüceyrənin daxili möhtəviyyatının hərməşik maddəsidir. Demək, içərisində olan hərməşik maddə, daxili möhtəviyyatının içərisində olan hərməşik maddə idi. Baxın, sitoplazmada orqanoidlər üçün belə deyək də, onların yaşaya bilməsi üçün bir mühit yaradır. Hansı ki, birgə fəaliyyətini təmin edir. Həmin orqanoidlərin birgə fəaliyyətini təmin edir. Bəs nüvəyə gələk. Uşaqlar, bitkidə, heyvanda, göbələklərin özlərində nüvə var. Bakteriyalar nüvəsiz həyat formasıdır. Baxın, bu əsas iki qeydi yadda saxlayın. Hüceyrəsiz həyat forması virusdur. Formalaşmış nüvəsi olmayan bakteriyadır. Baxın, formalaşmış nüvəsi olmayan bakteriya, hüceyrəsiz həyat forması isə nüvədir. Üzr istəyirəm, hüceyrəsiz həyat forması isə virusdur. Bu iki əsasın fərqini bilsəz bəsdir. Yaxşı, dedik ki, bəli, biz nüvə onda deməli hansında olacaq? Bitkidə, heyvanda, göbələkdə olacaq. Bu nüvə uşaqlar, belə düşünün də, bizim bütün canlı orqanizmlərin bütün irsi məlumatlarını ya da ki, xromosomlarını da deyə bilərik ki, bütün irsi məlumatlarını saxlayan kiçik cisimciklər xromosomlardır. Yunanca uşaqlar xromo rəng deməkdir, soma bədən deməkdir. Bu öyrənməsi yadınızda qalmırsa, gələcəkdə onsuz biz bunu çox eşidəcəyik adlarını. Ona görə sadəcə indidən belə qısaca yadda saxlasanız bəs edər. Deməli, dedik ki, nüvə nədir? İçərisində çoxlu irsi məlumatlar daşıyan cisimciklər, xromosomlardır. Uşaqlar, nüvəsi olan orqanizmə eukaryotlar deyirik. Bir də məntiqən fikirləşək. Nüvəsi olan orqanizmlər hansıları idi? Dedik ki, bitki, göbələk, bitki, göbələk, bir də ki, heyvanlar, düzdür? Bunlar nüvəsi olanlar idi. Bəs bayaq dedim, uşaqlar qarışdırmayın, nüvəsi olmayan, yəni formalaşmış nüvəsi olmayan, o isə bakteriya idi. İndi, yaxşı, biz buna həmişə formalaşmış nüvəsi olmayan termini işlədəcəyik. Xeyr, belə deyək də, hamısının bir özünə məxsus termini var. Nüvəsi olanlar eukaryotlar deyirik, nüvəsi olmayanlar isə perikaryotlar deyirik. Peri əvvəl deməkdir. Deməli, nüvəsi olanlara eukaryotlar, nüvəsi olmayanlar isə perikaryotlar deyirik. Bura qədər aydındırsa, keçək digər hissəyə. İndi, mən sizə burada sırf bitkilərə uyğun, bitkilərə aid olan bir, belə deyək, termin adı çəkmək istəyirəm, plastidlər. Uşaqlar, bu plastidlər nədir? Baxın, dedim bayaq, bitki hüceyrəsinə məxsusdur. Deməli, bunun heyvanla göbələkdən fərqi nədir?
Bitki hücrəsinin sitoplazmasında heyvanla göbələklərinin hücrəsindən fərqli olaraq çoxsaylı xırda kiçik simciklər olan plastidlər var. Bəs plastidlər nə funksiya ilə yerinə yetirir? Uşaqlar, plastidlər 3 cür olur. Xloroplastlar, xromoplastlar, leykoplastlar. Uşaqlar, bitkiyə rəng verir. Plastid elə bil ki, bir sulu boya düşünün. Naharsa siz bir bitki çəkirsiniz, sonra çiçək çəkirsiniz. Başlayacaqsınız ona rəng verməyə. Ona rəng verən həmin o plastidlərdir. Yaşıl rəngi verənlər adlandıracaq xloroplastidlər. Baxın, xloroplastidlər yaşıl rəngi verirlər. Leykoplastidlər ümumiyyətlə rəngsizdir, heç bir rəng vermir. Yaşıl və yaşıldan fərqli olaraq digər rənglər isə, yəni yaşıldan başqa deyir, amma yaşıl xlor idi. Amma digər rənglər narıncıdır, səhra idi, müxtəlif rəng. Yəni ağlınıza gələcək hər hansı bir rəng isə bu adlanır xromoplastidlər. Aydın oldu bunlar. İndi kitabınızda bir də vakual sözü var. Vakual nədir uşaqlar? Bu təkcə bitki yox, bitki və göbələk hüceyrələrində olur. Əsasən də yaşıl yadda saxlanın, xüsusən yaşıl hüceyrələrdə. Sitoplazmasında həmin bu bitki göbələklərinin sitoplazmasında hüceyrə şirəsi ilə dolu vakual olur. Latınca vakuolus boşluq deməkdir uşaqlar. Keçin, burada sadəcə hüceyrəsində suda həll olan hansı ki şəkərdir, digər üzvü, qeyri-üzvü maddələr burada toplanır. Yəni vakuol haqqında sizə elə də bir ümumi məlumat yoxdur. Sadəcə mənasını bilin ki, latınca vakuolus boş deməkdir və bitki göbələkdə əsasında yaşıl növlərində olur. Bunu bilsəniz bəsdir elə. Buradan bu qədər. Həmin elə axtarıb qeyd elədiyim hissə odur. Prokaryotlar ki, hansı ki formalaşmış nüvəsi olmayan, yəni bakteriyalardır və eukaryotlar isə nüvəsi olan hansı ki bitki, göbələk və heyvanlar idi. İndi buradakı qoyduğum şəkillər uşaqlar bakteriyalardır. Mən sizə indi, yəni prokaryota, bayaq indi mən sizə danışdıqlarım eukaryotlar idi. Bitki, heyvanlar, bir də göbələklər haqqında danışdıq. İndi bəs prokaryotlar haqqında danışacağam. Əgər görsən vaxtımız da qalsa, prokaryotların törətdiyi xəstəliklərdən də danışacağam. Həmçinin də əlavə olaraq virusların törətdiyi xəstəliklərdən. İndi gəlin danışaq prokaryot orqanizmlər. Burada çox toxunmadan, yəni belə deyək də, kitabınızdakı bütün hissələri demədən əsas hissələrə dəyərək gedəcəm. Biz dedik ki, formalaşmış nüvəsi olmayan orqanizmlər prokaryotlar adlanırdı. Prokaryotlara bakteriyalara aiddir uşaqlar. Bəs prokaryotları digər eukaryotlardan fərqləndirən xüsusiyyət nədir? Oxşar xüsusiyyət nədir? Yəni biz bunu niyə görə fərqləndiririk? Başlıca səbəb nə idi? Formalaşmış nüvəsi olmadığına görə. Yaxşı, bəs bunlarda digərlərinə oxşar funksiya nədir? Bunlar da sitoplazması xaricdən plazmatik membranla əhatələnmişdir uşaqlar. Bunlarda da hüceyrə divarı vardır. Bəzən isə bunlarda uşaqlar hüceyrə divarının altında qoruyucu funksiya yerinə yetirən sirkli kapsul olur. Baxın, qılafı da var, plazmatik membranı da var, hüceyrə divarı da var. Nə kimi? Eukaryotlar kimi. Fərqi nədir? Bir dənə də əlavə. Hüceyrə divarının altında bəzən qoruyucu funksiya yerinə yetirən sirkli kapsulun olması. Yəni, indi gedək digər fərqlərinə. Uşaqlar, prokaryotlarda qamçı var. Qamçı nədir? Hüceyrə qılafın səthində meydana gəlir də, hərəkətə xidmət edir. Baxın, bizim həqiqi hərəkətə xidmət edən ayaqlarımızdır. Bədənimizdən bir çıxıntı kimi, belə düşünək, cismimizdən bir çıxıntı kimi, yəni bir xətt çıxıntı kimi ayaq çıxıb, düzdür? Burada da prokaryotlar da eynidir. Onlar da bir çıxıntı kimi, yəni belə düşünə bilərik ki, qamçılar. Və qamçı nədir? Hərəkətə xidmət edir, ayağımız kimi. Gördünüz? Yəni elə uyğunlaşdıraraq yadda saxlayın ki, öz üzərinizdə, digər canlılar üzərində, təbiətdə gördüyünüz şeylərlə uyğunlaşdıraraq yadda saxlayın. Siz kitabı açıb öyrənərək, əzbərləyərək imtahandan yüksək nəticə yığa bilməzsiniz. Yəni bilirsiniz necə uşaqlar, tam əminliklə demirəm, yığa bilməzsiniz. Təbii ki də istəyən üçün hər bir şey
ola bilər. Amma lap rahat yol metod budur ki, başa düşərək öyrənin. Hansı müəlliməni dindirsəniz deyəcək ki, başa düşərək öyrənin. Yəni əzbərdən öyrənsəniz, bu belə deyək, çox yadda qalan olmayacaq sizin üçün. Niyə bu belə oldu? Başa düşməyəcəksiniz. Amma bir də var ki, deyirəm sizə, başa düşərək öyrənin bir hissəni. Dedik, qamçısı olmasına görə idi, hər ikidə xidmət edirdi. Yaxşı, digər fərqi nədən ibarətdir? Uşaqlar, biz bilirik ki, bunlarda nədir? Formalaşmış nüvə yoxdur. Formalaşmış nüvə olmamasına baxmayaraq, həmçinin bunların mərkəzi hissəsində nüvənin funksiyasını yerinə yetirən irsiyyat maddəsi var. Yəni nüvə yoxdur, amma onun funksiyasını yerinə yetirən irsiyyat maddəsi var. Aydın oldu bu? Həmçinin bir dənə də burada əlavə olaraq ribosom var. Uşaqlar, ribosom nədir? Ribosom zülal sintezində iştirak edir. Bunu mütləq əzbərləyin. Ribosom zülalın sintezində iştirak edir. Bu sizə həmçinin universitetdə belə lazım olacaq bir məlumatdır ki, ribosom nədir? Ribosom nəyin sintezində iştirak olunur? Zülalın sintezində. Harada zülal sintezi olunursa, ribosom orada var. Bunu yadda saxlayın. İndi gəlin nədən danışaq biz sizlə? Bəli, yaxşı, bəs bakteriyalar necə yayılır? Yəni necə çoxalırlar? Uşaqlar, bakteriyalar sporun yaranması ilə çoxalırlar. Yəni spor nədir? Bakteriyaların bəziləri əlverişsiz şəraitdə, əlverişsiz şərait nə deməkdir? Qida çatışmadıqda, temperaturun dəyişdikdə, yəni temperatur dəyişdi nədir? Ya çox isti olduqda, qızmar isti olduqda, ya da ki, çox soyuq olduqda. Belə deyək, bu havalarda hansı ki, qalın örtüklə örtülür. Bu da spor əmələ gətirir. Yəni bakteriya qalın örtüklə örtülür, spor əmələ gətirir. Belə düşünün. Temperatur kəskin dəyişilib, çox donuruq. Biz nə aparırıq? Yorğan örtürük üstümüzə, düzdür? Yəni qalın bir örtüklə örtülürük. Hansı ki, spor əmələ gətiririk. Yəni biz əmələ gətirmirik düzdür, amma nümunə olaraq deyirəm sizə. Spor əmələ gətirirlər. Yəni bakteriyanın qalın örtüklə örtülməsi spor deməkdir. Sporun mənası uşaqlar Yunan dilində toxum deməkdir. Yadda saxlayın bunu. Yaxşı, biz bildik ki, spor əmələ gəldi. Bəs spor kürək vasitəsilə yayılacaq. Beləliklə, spor kürək vasitəsilə yayıldı. Okay. Baxın, sporun içərisində bakteriya var. Yəni bakteriya görür ki, bura mənim üçün əlverişsiz mühitdir. Ya qidam yoxdur, ya da ki, temperaturum kəskin dəyişib, mən nə etməliyəm? Özümü qorumalıyam. Özümü qorumaq üçün də spor əmələ gətirməliyəm. Spor yaratdım, qalın örtüklə örtüklüm, spor yaratdım. Amma mən hələ yaşayıram ha, yəni mən öz yerimdəyəm. Çölümdə əlverişsiz mühit olsa da, mənim sporum var. Yəni qalın qabıqla örtülmüşəm. Mən içəridəyəm. Bir müddət elə bilin ki, qış yuxusuna gedib sanki. Elə bir düşünün də. Və nə olur? Külək götürür sporu yayır, başqa yerə düşür. Spor nə olur? Əlverişli yerə düşür. Görür ki, hansı yer onun üçün əlverişlidir. Ora düşdükdən sonra, yəni külək onu başqa yerlərə atdıqdan sonra, o görür ki, bura onun üçün əlverişli yerdir. Yəni qidası var, temperaturu normal vəziyyətdədir. Onun sporu daxılır. Deyir ki, hə, spor. Bura qədər kömək elədin, Allah razı olsun. Bundan sonra mən artıq özüm çoxalıb yayıla bilərəm. Mənim yəni əlverişsiz yerdən götürdün, əlverişli yerə gətizdirdin. Məni qorudun. Spor bu funksiyanı yerinə yetirir. Bu qədər sadə. Uşaqlar, gərək bakteriya bildik. Nə olduğuna belə deyək. Mən bura keçməliydim. Yəni bakteriyanın tərkib hissəsindən danışdıq. İndi gələk bakteriyaların formalarına. Uşaqlar, şəkildə gördüyünüz 4 cür forması var. Birinci şəkildə verilən uşaqlar, kürə şəkilli koklar, kürə şəkilli koklar, spiral şəkilli spirillər, spiral şəkilli spirillər. Üçüncü, çöp şəkilli basillər. Dördüncü, vergül şəkilli vibrionlar. Bu bakteriyanın formasıdır. Uşaqlar, niyə K deyirdim daha doğrusu? Bunlar kürə şəkilli, spiral şəkilli, çöp şəkilli, vergül şəkilli formalardır. Nümunə kimi, yəni onların formaların bir nümunəsi kimi kürə şəkillilərdən kokları deyirik, spiral şəkillərdən spirilləri deyirik,
çöp şəkillərdən basili deyirik, vergül şəkillərdən vibrionları deyirik. Baxın, birinci şəkildə verilən kok, yəni belə deyək, kürə formasındadır. İkinci şəkildə verilən gördüyünüz kimi spiraldır. Üçüncü şəkildə verilənlər elə çöp şəklindədir. Dördüncüsə baxın, sanki vergül şəkillidir. Yəni vergül formasını alır. Burada əlavə bir məlumat vermişəm. O qədər əhəmiyyətli deyil. Dezinfeksiyanın nə olduğundan danışır. Oxusanız kifayət edir. 10 şəkil, yəni burada var məlumat, oxumuram bir də. Uşaqlar, burada gördüyünüz ümumi şəkillər vermişəm. Hansı ki, belə deyək də, burada həm bakteriyalar var, həm viruslar var. Bir də bir şey qeyd eləmək istəyirəm sizə bu dərs barəsində, hansı ki, bakteriyalar necə bölünür? Uşaqlar, bakteriyalar 20 və ya da ki 30 dəqiqədən bir bölünür. Bura belə deyim, 6-cı sinifdə bunu elə də çox öyrənmənizə ehtiyac yoxdur. Buna qısa bir video kimi mən sizə misallar kimi izah edərək belə deyək də, əl üsulu ilə, yəni yazaraq göstərəcəm mən sizə. Bir misallarla, hətta üstündə test edərək qısa bir video çəkib atacağam sizə. Sadəcə bilin ki, 20-30 dəqiqədən bir bölünür. Bunu bilsəz kifayətdir hal-hazırda. İndi keçək digər mövzumuza. Hansı ki, bakteriyaların və virusların törətdiyi xəstəliklər yayılmasından danışacaq. Uşaqlar, ümumiyyətlə bakteriyalar arxa erasında mövcud olmuşdur. Onun sinifdə keçəcəksiniz arxa erası. Belə deyək də, bir dövr kimi düşünün. Yəni qədimdə insanlar hansı dövrdə mövcud olublar? Yəni bu da eyni şeydir. Bakteriyalar da arxa erasında mövcud olublar. Dövrün eraları var. Ona görə deyirəm arxa erası deyə. Yaxşı. Bakteriyalar ümumiyyətlə çox sürətlə çoxalırlar, sayca çoxluq təşkil edirlər uşaqlar bunlar. Buradan çox danışmaq istəmirəm, yəni yayılmasından da. Özünüz elə dərslik kitabında oxusanız kifayət edəcək. Belə deyək də, bakteriyalar əslində uşaqlar bir çox yerlərdə rast gəlinirik. Bəlkə elə bir halda rast gəlinirsiniz ki, siz belə deyək də, onu bakteriya elədiyini belə bilmirsiniz. Məsəl üçün, südün qatığa çevrilməsi. Nənələrimiz südü başlayırlar ağarmağa, belə bəlkə izləyib görmüsünüz onları, qatığa çevirirlər. Yəni süddən qatıq əldə edirlər. Yaxşı, bunu bəs eləyən nədir? Bakteriyalar. Hansı ki, o bakteriyalar südü qatığa çevirirlər. Deməli, bakteriyaların təkcə ziyanı yox, əslində xeyri də var. Belə düşünə bilərik ki, həm yəni bizə süddən qatıq əldə edirlər, qatıq yeməyimizə belə deyək də köməklik göstərirlər. Yəni təkcə bu yox, bir çox xeyirli funksiyaları da var həmçinin. Məsəl üçün, baxın, kələmin turşumasında da iştirak olunur. Yəni iştirak edirlər buna. Yəni bir çox şeylərdə əsasən iştirak edirlər. Burada mən sizə bilməm, süd turşusu bakteriyanın şəklini qoymamışam. Burada kitabınızda da qeyd olmalıdır. Süd turşusu bakteriyası da var, torpaq bakteriyası da var. Onların şəkillərini də qoymamışam mən sizə. İndi gəlin keçək nə? Bir də mən sizə bunu demək istəyirəm ki, bəs bakteriyalar yaxşı müəllim danışdınız. Necə belə deyək, yarandı, yayılmasına. Bəs bakteriyanı necə məhv edərik? Uşaqlar, konservləşdirmə zamanı bakteriya və onun sporları yüksək temperaturda məhv edilir. Yəni belə deyək, bayaq dediyi əlverişsiz mühit. Elə yüksək temperatur nədir? Əlverişsiz mühitdir. Yəni bakteriya nə zaman məhv edilir? Əlverişsiz temperaturda, əlverişsiz mühitdə, qida çatışmadıqda, konservləşdirmə zamanı konservə yeməkləri olur. Baxın, onlarda bakteriyalara rast gəlmir. Niyə? Onlarda hansı bir belə deyək yemək, hansı bir yemək dedik, yəni konservləşdirilmiş yeməklər uzun müddətli saxlanıla bilir. Yəni çox müddət saxlanıla bilir. Hansı ki, onların içərisində bakteri, çürütücü bakteri olmur. Hansı bir əti qoyun çölə, belə deyək də, soyuducudan kənarda, nə olacaq? O tez çürüyəcək. Üzərində çoxlu bakteriyalar olacaq. Amma belə deyək də, onun da öz bir mühiti var. O öz yəni soyuducu mühitdə qalır. Yəni nə olur? Yüksək temperaturda bakteriyalar məhv olur, sporları məhv olur. Ona görə o ət əslində çürümür. Aydın oldu bu. İndi gəlin keçək xəstəlik törədən bakteriyalara. Xəstəlik törədən bir çox bakteriyalar var. Hansı ki, baxın, birinci şəkildə verdiyim taun çöpüdür. Daha sonra burada verilib streptokok, hansı ki
anginan törədicisidir. İkinci şəkildə verdim. Sonra keçək nə? Baxın, vəba vibrionu altıda verdik. Da altında, yəni üçüncü şəkildə vəba vibrionudur. Ortada rəngarəng, qəşəng görünən Sibir yarasıdır. Hansı ki, bu basilli bakteriyalara aiddir. Altıncı şəkildə verilən isə uşaqlar bakteriya deyil, virusdur. Qits xəstəliyini törədən virusdur. Burada uşaqlar ən çox belə deyək, bakteriyalar bizə xəstəlik törədən bakteriyalarda rast gələn pambıqda olan, baxın, pambıqda olan homozdur. Heyvanlarda bruselyoz və Sibir yarası əmələ gətirir. Yəni Sibir yarası, baxın, orada şəklini verdiyimizdir, 5-ci şəkildə olandır. İnsanlar bəs bu bakteriyalar necə yoxur? Siz hansı bir qaynadılmamış, belə deyək, su içdikdə, o meyvə tərəvəzi yaxşı yumadıqda, siz nə ağarsınız? Bakteriya yoluxursunuz. Ona görə deyirik ki, yəni valideynlərimiz də dəfələrlə deyir ki, qaynadılmış su için. Ya da ki, qaynadılmış süd, yəni çiğ süddən də yoluxa bilir. Qaynadılmış süd də içmək daha xeyirlidir çiğ südə nisbətən. Daha sonra meyvə tərəvəzləri yaxşı yuyub yeyin. Hansı ki, orada çoxlu bakteriyalar, çoxlu qurtçuqlar var. Ona görə siz onlara tezliklə yoluxa bilirsiniz. Daha sonra yaxşı, bura elə virusun şəklini qoymuşkən, gəlin xəstəlik törədən virus haqqında da danışaq. Uşaqlar, burada qoyduğum qitsin şəklidir. Viruslar dedik ki, hüceyrəsiz həyat formasıdır. Bu öz yerində. Nə deyək? Viruslar, uşaqlar, sahib orqanizmlə çoxalırlar. Nə deməkdir sahib orqanizmlə çoxalma? Yəni viruslar hər hansı bir insan, heyvan fərqi yoxdur. Hər hansı bir canlının bədəninə daxil olaraq orada çoxalırlar və sahib orqanizmin əslində bədənini yavaş-yavaş ələ keçirirlər. Bütün irsi məlumatlarını ora ötürürlər. Buna görə viruslar, yəni virusla yoluxmuş insan sahib, yəni orqanizm olur. Elə ən məşhur olan bildiyimiz nədir? Qrip. Qrip, yəni insan rast gəlinir, düzdür. Virus, yəni qrip xəstəliyini törədən qrip virusu, belə deyək. Qrip virusu insanın bədəninə daxil olur və orada xəstəlik törədir. Bildiyimiz qrip xəstəliyini törədir. Başqa, baxın, mən bunları qırğını yadda saxlamışam. Yəni insanda törədən virus, belə deyək, viruslar hansılardır? Xəstəlik törədən viruslar. Deyəcəksiniz, qrip, qırğı, qrip, qızılca, çiçək və COVID-19. Ən məşhur elə tanıdığınız COVID-19. Koronavirus deyək. Belə deyək. Bir də qits. Nə dedim? Qrip, qızılca, qits. Qrip, qızılca, qits. Bir də COVID-19 yaddan çıxarmayaq. Bir də çiçəyimiz. Bunlar virus törədən xəstəlikdir. Bu da qitsin şəkli var. Uşaqlar, kitabınızda verilməyən, amma şəkli olan biri də var idi ki, hansı ki, tütün mozaikası xəstəliyi virusudur. Bunu da yadda saxlansanız daha yaxşı olar. Dərsimiz bura qədər idi. Ümid edirəm ki, sizə çox faydalı oldu. Hər hansı bir sualınız varsa, şərhdə qeyd eləməyi və Telegram kanalımda yazmağı unutmayın. Əgər istəsəniz, dediyim kimi, WhatsApp qrupumuz var. Orada sizi əlavə edə bilərəm. Mən Telegramda yazaraq WhatsApp qrupuna sizi əlavə edə bilərəm. Hər hansı bir sualınız da olsa, orada yazmağınız, yəni WhatsApp, belə deyək, Telegramda yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sizə bol uğurlar.